Salamlar. Gəlin bugün buraxılış imtahanı 3-cü zona 9-cu sinifə düşən sualların izahına baxaq. Deməli 5-ci sualın izahı ilə başlayıram. 5-ci sual gördüyümüz kimi short textdir. Qısa bir şəkildə nəzər salsaq, yenə çox asandır. Deyir ki, deməli, kitabxana cümə günü məşhur bir yazıçı ilə görüş səbəbi ilə işləməyi dayandıracaq. Və zəhmət olmasa kitablarınızı cümə axşamı gününün sonuna qədər gətirib qaytarın. Kitabxana bazar ertəsi səhər yenidən işinə başlayacaq. Anlayışınız üçün təşəkkür edirik. A variantında qeyd olunur ki, kitabları qaytarmaq üçün son gün bazar ertəsidir. Xeyr, son gün kitabları qaytarmaq üçün nədir? Bir dəqiqə. Deməli, kitabları qaytarmaq üçün son gün olacaq Thursday. Ona görə A variantı yanlış. B-də deyir ki, oxucular görüşdə iclasa dəvət olunur. Gəlin bunu saxlayaq, amma mətndə yoxdur. C-də deyir ki, kitabxana bir neçə gün işləməyəcək. Deməli, kitabxana, baxın, cümə axşamı artıq kitabları qaytarırsınız. Təbii ki də cümə günü, şənbə günü, bazar günü işləməyəcək. Cavab olacaq, deməli, elə C variantı. Elə burada qısaca yazım. Bizdən B variantını mətndə demir. Ola bilər ki, hə, dəvət olunur, amma bizə mətndə onu demir. Ona görə çıxırıq. D-də deyir ki, kitabxana bazar ertəsi gününün sonuna qədər bağlı qalacaq. Xeyr, morning, yəni səhər tezdən açılacaq və kitabxana həftə sonu kitablar qəbul edəcək. Bu isə yanlışdır, çünki cümə günü görüş var, bir də birinci gün açılacaq. Cavab olacaq C variantı. 6-cı suallarla davam edirəm. Əziz, deməli, xanım Ridgewell deyir ki, mehriban dəvətiniz üçün, axşam yeməyinin dəvətiniz üçün tarixə gəlin nəzər salaq. Yanvarın 9-u, yenə çərşənbə axşamı, cümə axşamı günü. Aha, təşəkkür edirəm. Amma bədbəxtlikdən Jack Edinburgha deyir iş səyahətindədir. Buna görə də o şənbə gününə kimi qayıda bilməyəcək və biz də sizin təklifinizi qəbul edə bilmirik. Mən əminəm ki, o da mənim kimi sizinlə axşam yeməyi şansını qaçırdığına görə üzgündür. Elizabeth Brown. Deməli, biz baxırıq varianta. Baxın, B variantını, bir də C variantını ilə çıxırıq. Çünki burada birinci biz məktubu ünvanlamışıq müraciətimizi xanım Ridgewell-a. Xanım Ridgewell isə deməli, tarixi dəyişmək istəmir və yaxud da ki, belə deyək də, mehriban dəvəti qəbul etmir. Burada onu biz yazırıq, öz fikrimizi. Baxırıq indi D variantına. Deyir ki, Jack accepts the invitation to have dinner with Mrs. Ridgewell. Xeyr, accept qəbul etməkdir. Qəbul etmir. Axı deyir, iş səyahətindədir biznesə görə və şənbə günündən kimi qayıdacaq. Daha sonra E variantında deyir ki, Elizabeth Brown bu təklifi qəbul edə bilmədiyi üçün üzr istəyir. Baxın, sorry burada bizim açar sözümüzdür. Apologize üzr istəməkdir. Elə cavab olacaq burada E variantı. A-da yanlış odur ki, together deyir. Elizabeth də Jack ilə səyahət edir. Xeyr. O onunla birlikdə səyahət etmir. 7-ci suala davam edirik. Dear Jane, yəni əziz Jane, ümid edirəm ki, yaxşısan. Keçən həftə sonu mən ailəmlə müzeyə getdim. Hava günəşli idi. Biz parka getdik, piknik etdik, oyunlar oynadıq, şəkillər çəkdik. Axşam da evimin yaxınında bir kafedə, kiçik kafedə pizza yedik. Bəs sən? Deyirsən, bu həftə əyləncəli nə etdim? Deməli, bizdə Oscar və Jane var. 2 ad var yenə. Biz müraciətimizi ünvanlamışıq Jane-ə. Ona görə deməli, D-ni çıxaq gəlin. Həm də burada gələcək zaman verilib. Artıq biz olmuş, bitmiş, keçmiş hadisədən danışırıq. Baxın, last weekend, went, played, yəni feillər və zaman zərflərimiz keçmiş sadə zamandadır. Deməli, Oscar danışır da həftə sonunu. Elə A variantı olacaq. Oscar Jane-ə öz həftə sonu necə keçirdiyini təsvir edir. B-də deyir ki, Oscar Jane-i axşam yeməyi üçün yaxınlıqdakı kafedə pizza yeməyə dəvət edir. Bu informasiya yanlışdır. Ailəsi ilə pizza yediyini qeyd etdi. C-də Oscar Jane-ə piknikdə birlikdə çəkilmiş ailə şəklini göndərdi. Bu informasiya yoxdur mətndə. E variantında isə yenə Jane olduğu üçün yanlışdır. Çünki birinci adla başlayanı biz 90% çıxmalıyıq. Amma o ad təkdirsə də, yəni ikisi birlikdə varsa, məsələn bu 2 ad, onda daha diqqətli oxumalıyıq mətni. Jane Oscar'ın ailəsi ilə parkda görüşdü piknik müddətində. Xeyr, görüşmədi. Sadəcə Oscar ailəsi ilə keçirdiyi həftə sonunu Jane-ə danışdı. O da olacaq A variantında. Daha sonra burada mətnə baxırıq. Deyir ki, çox illər Şimali Amerikada bəzi insanlar böyük ayaqlı kimi tanınan
qəribə meymuna oxşar varlıq haqqında, yəni belə deyək də yazıblar. Və inanılır ki, bu Bigfoot çox hündürdür və nəhəngdir, iridir. Bunun qəhvəyi rəngdə saçı var, iki qıçının üzərində yeriyir insan kimi. Alimlər isə iddia edir ki, yəni belə deyək də məxluq Bigfoot real deyil, gerçək deyil. Amma insanlar, Bigfoot'u görmüş insanlar inanırlar ki, doğrudan da mövcuddur. Və Bigfoot'un hekayəsi 1958-ci ildə deməli layihə işçisi belə deyək, Kaliforniyada böyük və sirli ayaq addımlarını torpağın üzərində tapanda, yəni ki, bir işçi ayaq izlərini torpağın üzərində tapanda bu hekayə başladı 1958-də. Yerli qəzet isə deməli dünyanın yerli qəzet isə, yəni həmin ölkənin qəzeti də Amerikan qəzeti, Kaliforniyadan olan qəzet bu haqda məqalə çap etdi, sirli ayaq izləri haqqında və tezliklə hekayə dünyanın digər hissələrinə yayıldı. Tezliklə Şimali Amerika içərisində xalq deməli Bigfoot'u həmçinin gördüklərini yəni bildirməyə başladı. Belə ki, insanlar qrupları Bigfoot, yəni ovçuları kimi tanınanlar bu varlığı tapmağa çalışdı, məxluqu tapmağa çalışdı. 1967-ci il 20 oktyabr tarixində iki kişi Bigfoot'u deməli Bluff Creek adlanan ərazidə bəli tapdıqlarını iddia etdi. Filmə çəkdiklərini, videoya çəkdiklərini. Video isə böyük bir məxluq göstərdi meşədə gəzən və hələ də bəzi fikirlər var, müzakirələr var ki, bu məxluq realdırmı ya deyilmi? Amma görünür ki, bu müzakirələr uzun illərlə davam edəcək. Deməli, gəlin baxaq mətn nə haqqındaydı. Mətn deməli A Strange Creature in North America. Mətn danışır Bigfoot'dan, yəni insan kimi yeriyən meymuna bənzər nəhəng bir yaratıqdan. Onun da adı nə idi? Təsviri daha doğrusu. Bizə adını mətndə danışır, biz variantda onun təsvirini tapırıq. Eyni sözü vermir. Qəribə bir məxluq Şimali Amerikada. Daha sonra baxaq 8-ciyə, bizdən səhv variantı seçməyimizi istəyir. E'dən başlayaq. Deyir, hekayə bütün ölkələrə yayıldı, düzdür. Baxın, deyir, sona çatdı. Elə bu səhvdir də, sona çatma daxı hələ də davam edir. 9-cu sual ilə davam edirəm. Deyir ki, necə oldu ki, Şimali Amerikada iki insan Bigfoot'u gördüklərini sübut edə bildi. Onu videoya çəkmişdilər, bəli. Elə bu da variant olacaq və deyir ki, bu məqalələrin sayı artdı. Bigfoot ovçuları isə nə haqqında düşündü? Qərara gəldilər ki, bunu axtarsınlar da. Gəlin bir də baxaq. Deməli, burada bunun sayı artdı. Try to find this creature. Yəni look for. Elə D variantı olacaq, düzdür. 12-də ilə bizdən turunu, yəni düzü seçməyimizi istəyir. South ya North Amerika, biri çıxdıq. Yəni Şimali Amerikanın xalqı iddia edirdi ki, görüblər. Alimlər deyir, real, yəni gerçək olduğunu düşünmür. Alimlər bəli iddia edir ki, real deyil, not real. Yəni burada 2 düzdür. Bir də deyir ki, four legs. Baxın, four yox, two legs. 2 qıçın üstündə yeriyir. Avtomatik 2-4 qaldı. Həqiqətən də meymuna oxşar nəhəng varlıqdır. Mətndə, short textdə də çox rahatdır. 13-cü sualda biz sifət isim görürük. Sifətin ilk səsinə görə ismimiz də artıq saitlə, daha doğrusu sayıla bilən tək isimdir. Article yazmalıyıq. Kart maşın deməkdir, sayıla bilən tək isimdir. Sifətin ilk səsi samitdir. Bu zaman article yaza bilərik biz ora, ancaq boş yaza bilmərik. Haqqında 2 dəfə danışdıq deyə D yaza bilmərik. Park isə məkan bildirən sözdür və D artiklda istifadə olacaq ki, Mary parkda sarı maşın gördü. Cavab olacaq burada A variantı, bəli. Daha sonra deyir, bitki mənasına gələn ağacdır. Bir də çiçəkdir. Qışla tıxac nə əlaqə? D variantıdır. 15-də modal feil sualıdır. Must to ilə, may to ilə, can to ilə işlənməz. Have-in to'su yoxdur. O zaman cavab qalacaq should. Düşünürəm ki, uşaqlarla daha çox vaxt keçirməlisən. Yəni, gərək ki, sən vaxt keçirəsən. Sənə məsləhət edirəm. İnkardan sonra bizim deməli gələcək törəməmiz anybody və ya anything. Bu isə deyir ki, Jane ad günü qonaqlığına məktəbdən heç kimi dəvət etməlidir. Heç nəyə olmaz da heç kimi D variantı.
17-ci sualda inkar məna istəyir. Faydalı, yardımsevər, dadlı, dürüst, sakit, mükəmməl, ideal, deməli, kobud, nəzakətsiz C variantı olacaq. 18-də biz baxırıq ki, who'dan sonra isim gəlmir, whom'dan sonra isim gəlmir, how'dan sonra da demək olar ki, gəlmir, why'dan sonra da gəlmir, cavab qalacaq C. Hansı kitabları adətən oxuyursan, hansı mənasında? What books? Which-ə bərabərdir. Bir də what is Mr. Wilson's feedback? Yəni cənab Wilson'ın geri dönüşü, rəyi nədir? Yenə ismi xəbərin sualıdır. Uyğunlaşdırmaq da ətək hücum etməkdir. 1B, yəni kimisə incitməyə, savaşmağa başlamaq. Improve, nəyisə, kimisə əvvəlkindən daha yaxşı hala gətirmək. 2C. Concentrate, deməli, düşündüyüm bir şey, bütün diqqətini bir şeyə vermək və başqa heç bir şey haqqında düşünməmək. Cavab olacaq bəli B. If-dən sonra indiki sadə zaman, digər tərəfdə indiki sadə zaman və burada üçüncü şəxsin təkid deyə feilin sonunda isə olmalıdır. Məsələn, bu tərəfdə olmazdı. Diqqətli olun, bəzən bu tərəfə də yazırlar. Bilirik ki, üçüncü şəxsin təkində ancaq indiki sadə zamanda feilin sonunda isə olur. If-dən sonra gələcək olmur, bitmiş zaman olmur. Digər tərəfdə də ya gələcək sadə zaman olur, bu conditional one-dır ya da zero conditional. Yəni hər iki tərəfi eyni zamanda paralel baş verir. O zaman cavab olacaq, deməli, burada 1-4-B variantı. Decorated with olacaq, yəni otaq oyuncaqlarla bəzədilmişdir, sözünün tərcümə ilə düşür. Sugar sayılmayan isimdir, mübtədə təkdədir, xəbərimiz təkdə olmalıdır. Is, was, 1-3 olacaq. Məhcul növə çevirin deyir. Mübtədamız Sally, xəbərimiz made. Monthly payments, bu isə tamamlığımızdır. To the bank. Bu isə yəni yer zərfidir də, place olacaq. Sally banka aylıq ödənişlərini ödədi. Deməli, monthly payments əvvələ keçəcək. Baxın, eləsi çox sadə 2-4-də, yəni E variantındadır. Çox rahat bir şəkildə salıblar. Deməli, monthly payments were made to Sally. Bir də were made to the bank. Bəli, bu şəkildə olacaq. Amma bir dəqiqə. Sally-ni, baxın, Sally-ni biz çıxmalıyıq onsuz da. Biri çıxırıq, bir dəqiqə. Monthly payments were made to the bank. 2 düzdür. The bank was made, banka ödənir. The bank was made, deməli, Sally hara ödədi bunu? Banka ödədi də aylıq ödənişlərini. Banka ödənildi. Was made, sorry. 2-3. Çünki burada aylıq ödənişdə Sally'yə ödənildi kimi çıxır. Amma bu to yox, by olmalıydı. Axı bu mübtədadır Sally. Sorry, ona görə daha variantı düzdür. 24-də yaxın məna destroy dağıtmaq, ruin dağıtmaq, spoil dağıtmaq. Deməli olacaq 1-3-5 E variantı. Burada isə baxın, deməli I was late, I took the wrong bus. Yəni səhv avtobusa mindim, gecikdim. Birinci tərəf nəticədir, ikinci tərəf səbəbdir. Gecikdim, niyə, nə üçün? Çünki səhv avtobusa mindim. As və because. Yəni səbəb bağlayıcıdır. Bu qədər. Daha çox videolar üçün kanalıma abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək sağ olun.